Balaca rəssamların və rəssamlığa marağı olanlar bu günləri ən önəmli olan ayın 12-sindən 19-una kimi davam edən ixtisas seçimindən danışacağam. Bəlkə də sən çox qəşəng formada müəllimlər seçmisən, hazırlaşmısan, artıq 11 ilin əziyyətini deyim, zəhmətini deyim, neçə ilin zəhmətini olsun, getdiyin yollar, çalışdığın, etdiyin, yığdığın nəticə, seçdiyin qrup və artıq məncə ən önəmli, yəni hazırlıq mərhələsi qədər önəmli olan ixtisas seçiminin vaxtı gəlir. İxtisas seçimi həqiqətən uşaqlar düzgün seçmək çox önəmli bir şeydir. Yəni bir dəfə seçib uğursuz olmuş kimi bunu deyirəm. Mən bir dəfə 1 il qalmışam. Yəni YouTube-da bəzi insanlar paylaşır, ayda mən bunu seçdim, filan baldan, filan universiteti seçdim, mən bura getdim. Bəli, uğurlu insanlara həyat və hekayələrinə baxmalıyıq, amma uğursuz olub uğura çevirmək, uğursuzluğu uğura çevirmək, bax bu tam başqa bir şeydir. Mən özüm qabiliyyət imtahanından 9-10 almağıma rəğmən, yığdığım nəticə hər hansı bir universitetə mənə yaxın, uzaq fərq eləmir çatdığına rəğmən mən 1 il gecikmiş biri olmuşam. Bu da bir reallıqdır, bundan da utanmıram. Hal-hazırda da magistrda bitirdim, diplomum da hazırdır. Söhbət ondan getmir, söhbət nəyi necə, nə cür etdiyimdən gedir. Mən də bu günləri mərhələli formada, burada da qeydlərimi aparmışam, mərhələli formada da danışacağam ki, nəyi, nə cür etməlisən və hər şeyi bir məqsədə xitab edir. Bəzən deyirlər ki, ixtisas sən seçmirsən, ixtisas seçimini sən seçmirsən, ixtisas səni seçir. Məndə məhz belə oldu. Mən dizayn arzulayırdım, amma müəllimə oldum, təsvir sənət müəlliməsi oldum. Bəlkə də sevmədiyimi zənn etdiyim ixtisas məni seçdi. Bu tam başqa bir şeydir. İnanırsınızmı? Oxuya o ixtisası sevməyə və özümü həqiqətən bu ixtisasda olduğumu, yəni bu ixtisas üçün var olduğumu hiss etdiyim bir an oldu. İndi sözü çox uzatmayaq və ixtisas seçimində ən əsas mərhələ olan məqsəd mərhələsidir. Uşaqlar, siz indi qarşınıza qoyursunuz ki, 8-ci sinifsən, 9-cu sinifsən, fərq etmir, hazırlıqlara başlayırsan və deyirsən ki, görəsən mən hansı ixtisasa getsəm bu qədər bal yığaram və qrup seçirsən də özünə, deyirsən ki, mən 3-cü qrup olum, 1-ci qrup olum, 4-cü qrup olum, 5-ci qrup olum, hansı qrup olsan seçirsən. Və başlayırsan, dərslərə hazırlaşırsan, ev tapşırıqlarını eləyirsən, qəşəngdə uğurlu formada hədəflərini qoymuşsan, amma əsas məsələ sən həqiqətən yüksək bal yığmaq üçün hər hansı bir universitetə girmək üçünmü və ya sən bir ixtisası seçdiyin üçünmü bu yola baş qoyursan? Yəni mən rəssam olmaq istəyirdim. Dizayneri seçmək istəyirdim. O öz yerində. Amma mənim əsas məqsədim rəssam olmaqdır. Rəsm müəlliməsi, rəssam olmaq tam fərqli bir şeydir. Ola bilər. Mən həm öyrədirəm, həm edirəm. Dediyimi eləməyə çalışıram uşaqlar. Yəni mən sizə həm öyrədirəm, necə ki hər rəssam müəllim ola bilmir. Çünki öyrətmə qabiliyyəti müəllimdə olan bir şeydir. Yəni mən 2 istiqamətdəyim. Həm rəssamam, həm müəllimim. Və bunun ikisini də bir şeyə niyə qane olursan ki, 2 şey var, 3 şey var daxilində və o daha da uğurlu olmağın sənə kömək edir. Məqsədi qoydum, ixtisasa hazırlaşırsan, deyirsən ki, mən buna hazırlaşıram, yüksək nəticə əldə edəcəm. Və gəlirsən, deyirsən, hə, filan balı yığdın. Məsələn, 1-ci qrupsan, yığmısan 200 nə qədər. İnanırsınız, 1-ci qrupda hətta 100 neçə balla universitetə girən də hətta var. Amma 3 və 4-cü qruplarda bu belə deyil. Hətta indi təzə açıqlama oldu ki, yəni burada da elan bölüşəcəm, qoyacağam. 90 bal fərq olacaq deyirlər. Yəni yüksək nəticələr yığanlar, bu demək deyil ki, 3-cü qrupda yüksək nəticə əldə etmək uşaq oyuncağıdır. Oradakı uşaqların çəkdiyi əziyyəti heç vaxt küçümsəyə bilməzlər heç kim. Söhbət rəqabətin çoxluğudur. Elə uşaq var ki, az müddətdə 400 plus yığır. Elə uşaq var ki, neçə illərdə əziyyət çəksə, heç 400-ün yanına da keçə bilmir. Belə bir şey var. Potensial. Siz 2 dənə stəkan qoyursunuz. Biri bu boydadır, biri bu boydadır. Hər ikisini eyni həcmdə suyu tökə bilərsən, yox, bunda daşlayacaq axı, buna o su kifayət etməyəcək. O qədər götürə bilmir. Hər kəsi, yəni çalışın, bu əsasən bu sözün valideynləridir. Filankəsin uşağını sən öz uşağına müqayisə etmə. Filankəsin uşağı başqa bir potensiala sahibdir. O demək deyil, sənin uşağın əksikdir. Yəni müqayisə heç vaxt etməyin. Bu valideynlərdə də olur, məktəbdə də olur, universitetdə də olur. Müqayisə heç vaxt müqayisə nə vaxt olur uşaqlar? 2 dənə dəftər götürürlər, eynidir, ikisi eyni yerdən almışıq falan. Amma müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər. Amma eyni, məsələn,
Hətta ailə içərisində iki uşağı belə müqayisə etmək məncə düzgün deyil. Çünki ikisi də bir deyil. Hər kəsin öz potensialı var, öz istedadla bacarığı var. Əsas odur onu üzə çıxarmaq. Ya da onu öz üstünə qapazlayıb sən bacarmasan, sən etməsən, etmə deməyin heç kimə bir faydası yoxdur. Halbuki o uşağın özünə inamını siz öldürməkdən başqa bir şey etmirsiniz. Hə, məqsədi qoydu, ixtisasını seçdi, nə olmaq istədiyini seçdi və seçim mərhələsində də gəldi. Dedi ki, hər şey qaydasındadır. Mən artıq ən sevdiyim mərhələ və ən məsuliyyətli mərhələ ixtisas seçimi. Hansı ixtisası seçim? Uşaqlar, məsələn sən ingilis müəlliməsi olmaq istəyirsən və ya 3-cü qrupda deyirəm əsasən, dil ədəbiyyat, tarix. Hansını ən çox istəyirsənsə, birinci onun ödənişsizini, sonra ödənişlisini yaz. Çünki sən ən çox bunu istəyirsən, axı fərq etmirsən, ödənişli, ödənişsiz. İndi maddi cəhətdən tələbə krediti deyilən bir şey də var uşaqlar. Hal-hazırda mən tələbə kreditimi də ödəyirəm. Müəyyən bir məbləğ hər ay mənim kartımdan çıxır. Bu da var. Yəni sən gələcəkdə özün də onun pulu ödəyə bilərsən, təhsil haqqını. Belə bir şey də var. O da yaxşı bir şeydir əslində. Yəni artıq bir tərəfdən valideynlərin üstündən o yükü götürürsən. Çünki uşaqların əksəriyyətində vicdan azabı olur ki, mən ödənişli düşsəm, görürsən mənim valideynlərim mənim o ödəniş haqqımı ödəyə bilərmi sualı beyinlərində yaranır. Bu da normaldır. Ha, əsas məsələ hansı universitet? İndi uşaqlar, universitetdir deyirəm. Mən fərq etmir. Əgər o uşaq onu Oxfordda da qoysan, o uşaqda o potensial yoxdursa, o uğurlu olmayacaq. Uğurun bir deyim də, necə deyim, 30% universitetlə bağlıdır məncə. 30-40. Bəlkə də bu sözümlə razılaşmaya da bilərsiniz, fikirlərinizi bölüşə bilərsiniz, mənə fərq etmir. Yəni açılır buna. İndi belə başa düşürəm. İndi Lənkəran dövlətdə oxuyub da başqa fikri olan insanlar da var. Naxçıvan Müəllimlər İnstitutunun və ya Naxçıvanda oxuyanlar da başqa fikri var. Bakı dövlətdə oxuyan uşağın tam başqa bir fikri var. Yəni hər kəs, yəni tam fikir fərqli olur. Hər kəs üçün eyni universitet, eyni şey təcrübəni qatmır əlbəttə ki. 25 nəfər eyni ixtisas fikirləşmə oxuyarlar. Yəni bizim 25-imiz də eyni deyildi də. Yəni hamımızın fərqli istedadları, bacarıqları. Biri daha çox qəşəng dərs danışır, birisinin əzbər qabiliyyəti var, birisi çox qəşəng şəkil çəkir, birisi ümumiyyətlə həm gözəl şəkil çəkir, həm qəşəng özünü ifadə edə bilir. O birisi heç gəlmir məktəbə, universitetə, boş-boş gününü keçirir. Sadəcə universitet oxumaq üçün, sadəcə diplomu almaq üçün gələnlər də var. İndi tövsiyə etsəniz ki, hansı universitet? Uşaqlar, özünüz araşdırın. Ən böyük tövsiyəm araşdırmanızdır. Ən yaxşılarda məsələn Bakı dövləti seçə bilərsiniz, Lənkəran dövləti seçə bilərsiniz. Bəlkə sizi orada gördüm inşallah. Yəni hansı universitet ümumiyyətlə onu öz planınızı qurun. Kimisə sözünə söyləməyin, təcrübələrinə baxın, yaşadıqlarına baxın, özünüz araşdırın. O mərhələ çox önəmlidir. Uşaqlar, siz imtahan verirsiniz, qoymayın qırağa. Siz əvvəl başda araşdırmalısınız. Önəmi dediyim kimi 30-40%-ni təşkil edir hansı universitet oxuduğun. Məsələn, sən rəssamlığını inkişaf etdirmək istəyirsənsə, akademiya, pedaqoji o qədər də yox, memarlıq inşaat və ya da İncəsənət Universiteti var. Onlar daha yaxşıdır. Lənkəran dövlətdə ixtisasımız 6-cı və 7-ci məzununu buraxdığına görə bunu deyirəm. Mən özüm də Lənkəran dövlətdə oxumuşam və elə istedadlı uşaqlar var ki, bizim universitetdə demək, yəni onlar ki, çox pik-pikdə də işləyirlər. Bəlkə də akademiyada işləyən uşaqlar o formada işləmir. Elə uşaqlar da var. Yəni demək istədiyim, inkişaf sənin özündən asılıdır. Öz yanaşmandan, öz etdiklərindən və yəni məsuliyyətindən çox şey asılıdır. Universitet demirəm, bütün günü dərs oxuyub özünə bir şey qatmalısan. Universitet tərkibində o qədər fəaliyyətlər olur ki, mən özüm də çox özümü orada necə deyim, sadəcə sərgi ilə kifayətləndim. Onun biraz peşmançılığı var. Müəyyən görüşlər olur, süni intellekt yarışları olur. İctimailəşin. Uşaqlar, əgər sizin ixtisasınız mən müəlliməmsə, mən qarşı tərəflə əlaqə qurmayı bilməliyəm. Mən rəssamamsa, mən yenə əlaqə qurmayı bilməliyəm. İnsan sosial bir varlıqdır. Uşaqlar, siz sosiallaşmaq üçün hara gedirlər? Ağıllı insanlar, yəni ictimai yerlərdə, əsasən universitet lap əla. Çünki bu insan qarşındakı insan ali savadlı bir kadrdır. Onunla ünsiyyət qurmanın sənə plusdur. Nə küçədən keçmiş bir dayı ilə dalaşmaq, xala ilə söz güləşdirmək sənə heç bir şey qatmayacaq. Reallıqdır da yəni. Yəni söhbət sənin özündə harda, necə, nə formada etdiyindən asılıdır. Dedim ki, belə məsləhət videosu kimi çəkin. İxtisas seçimi çox önəmlidir uşaqlar. Həqiqətən çox önəmlidir. Onun sıralaması da, seçdiyin universitetdə ödənişli də, ödənişsiz hər şey çox önəmlidir. İnşallah hər şey ürəyinizcə olar. Bir də uşaqlar, bunu da deyim. Lənkəran Dövlət Universitetində dizayn ixtisası açılıb, bunu bilirsiniz və qabiliyyət imtahanı tələb etmir. Bunu da ən axırda dedim, bəlkə bunu ən əvvəldə də deyə bilərəm, video editləyəndə. Dediyim kimi, bu da var. Qismət, hər şey xeyirlisi, inşallah hər şey ürəyinizcə olar. İnşallah bu videonun axırında da
Yəni deyəsə ki, mən filan universitetə qəbul oldum. Bilir kim hara qəbul olub? 77-27-dən o gələn mesaj. İnşallah hər şey ürəyinizcə olar. Mən artıq 3-cü dəfə olmadı. 77-27-də mənim mesaj gəlməyəcək. Bakalavrda gəldi, magistrda gəldi. Bu il gəlməyəcək. Ev yoxdur. Sizinkilər gəlsin. Qoy biz də sevinək sizin əvəzinizə. Universitetə girdikdən sonra hər şey başlayır uşaqlar. Deyirlər rahat olur. Hər kimə görə, nəyə görə rahat olur? O biraz müəmmalıdır. Hər bir mərhələ özündə çətinlik gətirir. Yəni rahatlıq dayandın, öldün kimi bir şeydir bu. Çünki insan hərəkət etməlidir, daim öz üzərində işləməlidir, özünə nəsə qatmalıdır. Və siz də inkişaf edənlərdən olun. Özünüzü dinləyin, özünüzün kimliyin nə olduğunu bilin və nə istədiyinizi bilin. Sən otur və de ki, mən hansı sahədə uğurlu ola bilərəm. Qıraqdan bizi müşahidə edənlər deyir, sən bura gəlsən daha uğurlu olarsan, oraya gəlsən daha uğurlu olarsan. Amma binanın sahibi sənsən də, sən nəyin nasazlıq olduğunu, harda nə xəta olduğunu sən özünə daha yaxşı bilərsən. Bu otur, bir vərəq götür, dəftər götür. Nə üçün, nə istədiyini özünə sual et, sorğula. Mən necə edərəm, nə edərəm? Balım buna çatırmı? Bunu etsəm elə olaya bilərəmmi? Bu sualları özünə ver və ən əsası bir dənə vərəq, dəftər, bir şey götür və nəyi, nə üçün istədiyini, məqsədlərini, hədəflərini, ümumiyyətlə nə istədiyini yaz. İnansan yazanda insan qarşında olan şeyi, gördüyü şeyi tez başa düşür. Beynimizdə qurur, xəyallar qurur. Bunu eləsən belə olar, onu eləsən süper olar. Yəni hər şey edə bilərsən. Burada hər şey sınırsızdır. Yəni limit yoxdur. Amma onu qabağına, qarşına qoyduqdan sonra tam fərqli bir his səni qarşılayacaq. İnşallah uğurlu olarsan. Digər videolarda görüşənədək inşallah müsbət 77-27-dən gözəl mesajlarınız gəlsin, qəbul olasınız inşallah və qəbul olmasanız da dünyanın axırı deyil. Hər kəsin öz potensialı var. O imtahanlar sizin gələcəkdə uğurlu və ya uğursuz olacağınızın göstəricisi deyil. Bundan danışım. Çünki hər universitetə daxil olan uğurlu olmur. Necə ki, o qədər ailələr var. Sadəcə diplomu oxuyub, istifadə etmək, başqa işlə məşğul olur. Əsas məsələ, sən həqiqətən 4 ilini, 5 ilini, bilmirəm, 2 ilini həqiqətən bu yolda fəda etməyə dəyərmi? Özünə o sualı ver, sonra hazırlaş. Yəni ən başda olan şey ən axırda dedim. Sualı ver ki, həqiqətən sən bunu istəyirsənmi? Yoxsa həqiqətən sən diplom xətrinə xalqın uşağı girdi, mənim uşağım nə üçün əksikdir, o da girməlidir imtahan səsindən deyil. Xalqın uşağını